Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 11-ci siniflər üçün 2025-ci ildə nəşr olmuş topludan Conjunctive Verbs-dən bir neçə testin izahına baxacağıq. İzaha keçməzdən əvvəl kanalımıza abunə olan, bəyənən, şərh yazan hər kəsə çox-çox təşəkkür edirəm. İndi isə test izahlarına baxaq. Biz bu testdə tamamlıq və təyin budaq cümlələrini görürük. Təyin budaq cümlələri nöqtədən əvvəl verilmiş ismi təyin edir. Əgər isim canlıdırsa who, whom, whose, that bağlayıcısız, cansızdırsa which, that bağlayıcısız təyin olunur. Əgər cümləmizdə nöqtədən əvvəl verilən söz zaman bildirən sözdürsə when ilə, yer, məkan bildirən sözdürsə isə where ilə təyin olunur. Tamamlıq budaq cümləsi isə digər tərəfin tərcüməsi ilə daha çox tapılandır. Testlər üzərində sizə asan yollarını göstərəcəm. İndi isə gəlin birinci testin izahına baxaq. Birinci testdə yazılıb ki, stol, mətbəxdəki stol is broken, sınıb, needs fixing, təmirə ehtiyacı var. Demək ki, burada böyük ehtimal ki, nöqtədən əvvəlki table'dan danışır. Burada our kitchen bizi çaşdırmasın, çünki o yer zərfidir və cümləyə əlavə kimi gəlib. Demək ki, biz baxırıq burada table'a. Table cansız isim olduğu üçün biz onu which, that bağlayıcısız təyin edirik. Ona görə cavab olur Y variantı. Üçüncü testə baxırıq. Nöqtədən əvvəl qadın sözü var. Where is the woman? Qadın hardadır? Hansı qadın? Demək ki, təyin budaq cümləsidir. Qadın canlı isim olduğu üçün who, whom, whose, that bağlayıcısız təyin olur. Baxırıq ki, variantımızda whose da var, whom da var. Who'dan sonra 100% isim gəlməlidir. Ona görə biz burada seçirik D variantını. Tərcümə isə deyir ki, sərgidə gördüyümüz qadın hardadır? İndi isə gəlin dördüncü testə baxaq. Dördüncü testdə nöqtədən əvvəl shop verib, bilirik ki, shop sözü cansız isim kimi də təyin oluna bilər, yer zərfi kimi də təyin oluna bilər. Çünki mağaza həm yer, həm də cansız isim kimi məna verə bilir. Demək ki, əvvəlcə cansız isim kimi olan sözləri saxlayaq. Cansız isim kimi which, that bağlayıcısız qalırıq. Ona görə which var, onu saxlayırıq. Yer zərfi kimi isə where ilə təyin oluna bilər. What ümumiyyətlə isimdən sonra what olmaz. Why da isimdən sonra why olmaz. Ona görə qalırıq B, D arasında. İndi biz ikinci tərəfi tərcümə edib tapmalıyıq ki, burada o yer zərfidir, yoxsa zaman, daha doğrusu cansız isim kimidir. Əgər ikinci cümlə haradakı, haradan ki, hardan ki bu tipdə mənaları verirsə, demək ki, o yer zərfidir. Hansı ki mənasını verirsə, demək ki, bu cansız isim kimi təyin olunur. Deyir ki, mən bir balaca mağaza tapdım. We could buy some bread. Bir qədər çörək ala biləcəyimiz. Haradan ki, çörək ala biləcəyimiz. Ona görə B variantı yanlışdır. Cavab olur. D variantı bir daha qeyd edirəm. İkinci tərəfdə biz çörək alırıq haradan. Hansı ki, yox, haradan kimi tərcümə olunur. İndi isə gəlin baxaq 8-ci testdə. 8-ci testdə bizdən nöqtələrdən əvvəl company verilib. Company cansız isim kimi which, that bağlayıcısız, yer zərfi kimi də where ilə təyin oluna bilər. Ona görə biz çıxırıq buradan A-dakı whose, whom və whom-u, çünki onlar canlı isimlər təyin edir. Qalırıq D və Y variantlar arasında. İndi biz bilməliyik, company burada, şirkət burada məkandırmı, yoxsa cansız isimdirmi? Where-dən sonra mütləq yadınıza saxlayın. Mütləq və mütləq mübtəda xəbər gəlməlidir. Baxırıq ki, nöqtədə birbaşa xəbər gəlib. Demək where-də heç burada bu nüansda tərcüməyə ehtiyacımız yoxdur. Ona görə cavab olur. Y variantı tərcümədə deyir ki, Willy şirkətdə işləyir, hansı ki vacuum cleaners icad, daha doğrusu çıxardan ixrac edən. İndi isə gəlin baxaq 10-cu testimizə. Nöqtələrdən əvvəl baxırıq. İsim yoxdur ki, biz onu təyin edək. Jim couldn't remember. Jim xatırlamır. Jim nəyi xatırlamır? Demək ki, bu tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsində ikinci tərəfdə hansı nitq hissəsi yoxdursa, onun sual sözünü cümləyə gətirmək lazımdır. Baxırıq. Burada he var mübtəda, had met xəbər, Jane isə tamamlıq deməkdir. Before isə zaman zərfi deməkdir. Demək bir cümlənin mübtədası, xəbəri, tamamlığı, zaman zərfi varsa, burada nələr yoxdur? Gəlin variantdan baxaq. O gördü Jane əvvəllər what nə? O gördü Jane əvvəllər which hansı uyğun gəlmir. O gördü Jane əvvəllər kim uyğun gəlmir, kimə uyğun gəlmir. Amma Y variantı tamamilə doğrudur. Y-də isə deyir ki, o əvvəllər Jim'i harda gördü. İndi isə gəlin baxaq 12-ci testdə. 12-ci testdə də tamamlıq budaq cümləsidir. Does Helen know? Helen bilir. Helen nəyi bilir? Baxırıq ikinci tərəfdə nə yoxdur? Coming from Leeds cümlədə xəbər var və yer zərfi var. Demək ki, bu cümlənin mübtədası yoxdur. Mübtədası olmayan cümlələrə yalnız və yalnız D variantındakı who-nu və bəzən də what-u gətirmək olar. Burada isə what yoxdur deyə birbaşa who variantı uyğun gəlir. Tərcümə ilə deyir ki, Helen bilir Leeds-dən kimin gəldiyini, yəni kim gəlir. Cümlənin mübtədası yoxdur deyə biz də mübtədaya verilən sual sözü ilə həmin cümlənin sözünü, bağlayıcısını tapa bilərik. İndi isə gəlin 19-a baxaq. 19-da nöqtələrdən əvvəl mən gəlib, I don't know da mən, yəni kişini tanımıram. Hansı kişini? Kişi canlı isim olduğu üçün biz bunu who, whom, whose, that bağlayıcısız təyin edirik. Əvvəlcə digər variantları çıxaq. Onu da qeyd edeyim ki, nöqtədən əvvəl isim varsa qətiyyən ora what qoymaq olmaz. Who'dan sonra mütləq və mütləq isim gəlməlidir. Burada isə nöqtədən sonra baxırıq ki, you gəlib, isim gəlməyib, ona görə whose çıxdı, cavab oldu A. Amma bəzən testlərdə who'dan sonra görürsünüz ki, birbaşa xəbər gəlib. Əgər cümlənin sonunda söz önü varsa, who'dan sonra bu zaman tamamlıq
who tamamlıq funksiyasını daşıdığı üçün who-dan sonra mübtəda, sonra xəbər gələ bilər. İndi gəlin tərcümə edək. I don't know demən, mən kişini tanımıram, hansı ki sənin haqqında danışdığın, daha dəqiq cümlə qursaq, sənin haqqında danışdığın kişini tanımıram. İndi isə baxaq 25-ci testdə I can't accept. Mən qəbul edə bilmirəm. Nəyi qəbul edə bilmirəm? İndi gəlin ikinci tərəfə baxaq. You have just offered. Sən təklif edirsən. Bu cümlədə mübtəda var, xəbər var, amma bu cümlənin tamamlığı yoxdur. Demək ki, biz tamamlığı əvəz edən bir bağlayıcı gətirməliyik. O isə olur what. Digərlərinə də baxaq. Mən qəbul edə bilmirəm. Sən təklif edirsən hansı? Mən qəbul edə bilmirəm. Sən təklif edirsən ki, görürsüz cümlə yarım çıxdı. Kimin uyğun gəlmir? When. Sən təklif edirsən nə vaxt? Bu da uyğun gəlmir. Həm də when-dən sonra qətiyyən indiki bitmiş zaman qoymaq olmaz. Ona görə cavab oldu. B variantı mən təklif edə bilmirəm. Nəyi ki mən qəbul edə bilmirəm. Nəyi ki sən təklif edirsən. İndi isə gəlin baxaq 32-ci testin izahına. 32-ci testdə nöqtələrdən əvvəl institut verib, bilirik ki, cansız isimdir, bəzən də yer zərfi ola bilər. Cansız isim kimi which zət bağlayıcısız təyin olunur, ona görə cavab olur. C variantı whose və whom canlıları təyin edir. Təyin budaq cümləsində why və what'dan istifadə etmirik, ona görə cavab oldu. C o universitetin, institutun direktorudur, hansı ki öz uğurları ilə məşhurdur. It's, yəni universitetin uğurları ilə demək ki, birbaşa institut təyin olunurdu. İndi isə gəlin 36-cı testə baxaq. I wonder, mən bilmək istəyirəm, mənə maraqlıdır. Your friend, sənin dostun mübtəda, were returning xəbər, dan, qayıdır, sənin dostun qayıdır, dan. Cümlənin sonunda söz önü varsa, biz ora who, biz ora what və biz ora from varsa və-ya qoya bilərik. Who from'un tərcüməsi kimdən, what from'un tərcüməsi nədən və ya from'un tərcüməsi isə haradan deməkdir. Demək ki, burada bircə dənə variant uyğun gəlir, haradan. How necə deməkdir? Burada from artıq necədən verir və ya when from ingiliscə belə bir struktur yoxdur. When from nə vaxtdan, when öz onsuz da vaxta sual verir. Sonra why niyədən olmur, if mımi kimi tərcümə olunur, ona görə cavab olur, D variantı. 39-cu testin izahına baxaq. 39-da bizdən soruşulur. Bill didn't tell us. Bill bizə demədi. Nəyi demədi? Tamamlıqdır. Digər tərəfə baxıram. İkinci tərəfimizdə birbaşa had happened xəbər gəlib. Xəbər gəlibsə biz onun önünə mütləq mübtəda qoymalıyıq. Mübtəda isə nə ilə olur? Who və what-la olur. Baxırıq variantımızda sadəcə what var. Ona görə cavab oldu. A variantı tərcümə ilə deyir ki, Bill didn't tell us, Bill bizə demədi, what had happened a week before, bir həftə əvvəl nə baş verib. İndi isə 44-cü testə baxaq. Nöqtədən əvvəl boy təyin olunur. Bizdə testdə boy, bu oğlandır. Hansı oğlan? Who, whom, whose, zət bağlayıcısız. A variantı və D variantı olmaz. Qalırıq digər variantlar arasında. Who'dan sonra xəbər gəlir. Whom'dan sonra mübtəda, sonra xəbər gəlir. Who'dan sonra isə birbaşa isim gəlir. Baxırıq, nöqtədən sonra nə gəlib? Ata. Demək, isim gəlib, ona görə cavab oldu. Y variantı. Bəzən buradakı ata sözü sizi çaşdıra bilər ki, mən onu mübtəda bildim. Onun mübtəda olması üçün mütləq önündə Z olmalıydı ya da hər hansı bir təyin edicisi olmalıydı. Əgər isimlər təkcə verilibsə, o daha çox isim funksiyasında, artıq mübtəda funksiyasında daşıya bilmir. Deyir ki, bu oğlandır, kimin ki atası, tarix dərsi deyil bizim universitetdə. 47-ci testə baxaq. Yenə I wonder, mən bilmək istəyirəm nəyi? Mesaj hardandır? From. Ya kimdəndir, ya nədəndir, ya hardandır? Baxırıq variantımızdan hansı var? When olmaz, why olmaz, that olmaz, how olmaz. Cavab sadəcə olar B variantındakı kimdəndir. İndi isə baxaq 54-cü testin izahına. I don't understand. Mən başa düşə bilmirəm. Demək ki, bu cümlə tamamlıqdır. Nəyi başa düşə bilmirəm? You mübtəda, saying xəbər. Və bu cümlədə nə yoxdur? Tamamlıq yoxdur. Demək, mən başa düşə bilmirəm. Nəyi deyirsən, sən nə deyirsən, ona görə cavab olur B. Digər variantlar isə həm mənaca, həm qrammatika cəhətdən uyğun gəlmir. Və ya qoysam olur, sən harda deyirsən, which qoysam, sən hansı deyirsən, sən necə deyirsən. Ona görə tamamlıq yoxdur deyə biz what qoya bilərik. İndi isə baxırıq 61-ci testin izahına. Please tell me, zəhmət olmasa mənə denən. Nəyi denən? Demək, tamamlıqdır. Sənin nənən bişirib bu keksi. Mübtəda var, xəbər var, tamamlıq var. Nə yoxdur? Yer zərfi yoxdur, tərzi hərəkət zərfi yoxdur, zaman zərfi yoxdur. Sənin nənən bişirib kimin uyğun gəlmir? Sənin nənən bişirib bu keki nə vaxt uyğun gəlir? Sənin nənən bişirib bu keksi necə uyğun gəlir? Sənin nənən bişirib bu keksi nəyə uyğun gəlmir? Sənin nənən bişirib bu keksi hansı uyğun gəlmir? Demək ki, cavab oldu 3-4 C variantı. İndi isə 64-cü testə baxaq. Go and find out. Get və tap. Nəyi tap? Demək, burada tamamlıqdır. C'in gəlmir məktəbə. Burada bitmiş zaman olduğu üçün bilirik ki, bitmiş də when işlənməz. Ona görə when olan variantları çıxırıq. Get və tap gör, C'in gəlmir məktəbə hara və ya uyğun gəlmir. Zət ümumiyyətlə tamamlıq budaq cümlələrində işlətmirdik. Ona görə cavab olur. C'in məktəbə niyə gəlmir? Və when she will come. O nə vaxt gələcək? Demək ki, cavab olur B variantı. 66-cı testə baxaq. Qaydada da qeyd olunub. That is sadəcə və sadəcə what-la təyin olunur. That is what. Bu bir ifadədir. That is what. Deyir ki, burada Jane doesn't work hard
at English. Jane ingilis dili üzərində işləmir. Budur məni narahat edən. That is budur. What worries me? Məni narahat edən. Ona görə cavab oldu burada A variantı. İndi isə baxırıq digər testlərimizdən 68-ci testdə. 68-də də verilib lakes nöqtədən əvvəl lakes-i təyin edilir. Scotland is a country of lakes. Lakes-i təyin edirik. Lakes cansız isim olduğu üçün which zət bağlayıcısız votları çıxırıq. B, D, S, Y hər kəs hamısı birinci tərəfə uyğun gəlir. İkinci tərəfə baxırıq. Capture the hearts of all. Tutur hər kəsin qəlbində. Demək nöqtədən əvvəl verilən all canlı isimlər təyin edir. Canlı isimlər who, whom, whose, that bağlayıcısız təyin olunur. What B variantında yanlışdır. C variantındakı which yanlışdır. Qalırıq D və Y arasında. Who'dan sonra xəbər gələr. Whomdan sonra isə mübtəda xəbər gəlir. Baxırıq ikinci nöqtələrdə birbaşa xəbər gəlib. Ona görə whom olmaz. Cavab oldu Y variantı. Və tərcümədə deyir ki, Şotlandiya göllər ölkəsidir. Hansı ki adlanır Lochs və tutur ürək hər kəsin ürəyində hansı ki kimlər ki bura gəlir. Demək ki, Şotlandiya Lochs adlanan göllər ölkəsidir və bura gələnlərin ürəyində yer tutur. İndi isə baxaq 70-ci testə students canlı isim olduğu üçün biz onu təyin edirik. Who, whom, whose, that bağlayıcısız. Whichləri çıxırıq. Whomdan sonra birbaşa now xəbər gəlməz deyə B-ni və C-ni çıxırıq. Cavab olur D variantı. Hər ehtimala ikinci tərəfi də yoxlayaq. Studentlər bilirlər. Nəyi bilirlər? They want to learn will achieve something. Deyir ki, şagirdlər, kimlər ki bilirlər nə istəyirlər, onlar nə öyrənmək istəyirlər, onlar deyir nəyəsə nail olurlar. Yəni öyrənmək istədiklərini bilən uşaqlar nəyəsə nail olurlar. İndi isə baxaq 82-ci testdə. Can you tell us, sən bizə deyə bilərsən, nəyi deyə bilərsən? Demək ikinci tərəfi tərcümə etməliyəm. Nümayəndələr will arrive. Nümayəndələr çatacaqlar. What nə olmaz? Nümayəndələr nə vaxt çatacaqlar olar? Nümayəndələr kimə çatacaqlar olmaz? Nə olmaz? Kim olmaz? Elə cavab oldu Y variantı, amma daha doğrusu B variantı. İkinci tərəfi tərcümə edir. The meeting will be held. İclas keçiriləcək. Harada? Elə B variantı tamamilə uyğun cavabdır. İndi isə baxaq 86-cı testdə. Shakespeare, one of the most popular plays is Hamlet. Deyir Shakespeare, indi Shakespeare haqqında danışırıq. One of the most popular plays is Hamlet. Ən məşhur əsərlərindən biri Hamletdir. O məşhur İngilis yazıçısıdır. Diqqətlə baxsaq, burada biz nə görə bilərik? Biz burada nöqtələrdən sonra most popular plays görə bilərik. Yəni biz isim görürük. Bilirik ki, bunu variantdakilərdən sadəcə who'dan sonra isim gəlir. Ona görə cavab oldu C variantı. Shakespeare təyin olunur. Kimin ki əsərlərindən biri Hamletdir, o məşhurdur. İndi isə baxırıq 92-ci testin izahına. 92-ci testdə deyir ki, you may park your car. Sən maşınını park edə bilərsən. Burada biz bəzən belə tipli testlər bizi çaşdıra bilər ki, hansı maşınımı? O zaman which zət uyğun gəlir. Görürsünüz ki, ikisi də variantda var. Demək ki, burada bir başqa nüans var. Gəlin o başqa nüansa baxaq. Your friend car is. Sənin dostunun maşınıdır. Yəni hardadırsa sən də ora park edə bilərsən. Bu cümlə tamamlıq, daha doğrusu təyin budaq cümləsi deyil. Bu artıq yer bildirən sözdür. Görürsüz zərflikdir. Ona görə biz burada deyirik ki, sən park edə bilərsən maşınını haradakı sənin dostunun maşını yerləşir. Ona görə cavab olur B variantı. Ümumiyyətlə car cansız isim kimi götürülsə A və Y də bərabər mənalıdır, ona görə onu çıxırıq. İsimdən sonra what olmaz deyə ona görə çıxırıq. Və nə vaxt ümumiyyətlə uyğun gəlmir. Və yenə isə haradadır, sənin dostunun maşını haradadırsa, sən də ora park edə bilərsən, mənalıca uyğun gəlir. 96-ya baxırıq, 96-da bizə verilib wonder, wonderdan sonra nə olmaz? Zət olmaz, baxırıq variantımızda yoxdur. Tamamlıq budaq cümləsidir, digər tərəfə baxırıq. Xəbər gəlib, tamamlıq gəlib, deyir ki, məcbur etdi səni yalan danışmağa. Demək ki, məcbur etdi səni nə və kim? 1 və 2 doğrudur, cavab olur. C variantı səni kim məcbur etdi ya da səni nə məcbur etdi. İndi isə gəlin baxaq 101-ci testin izahına. 101-ci testin izahında nöqtələrdən əvvəl book verilib. Biz bilirik ki, book'u təyin etmək üçün cansız isim kimi which, zət, bağlayıcısız təyin edirik. What qətiyyən olmaz, bunu çıxırıq. Birə baxırıq. This is the book. Bu kitabdır that I mentioned. Mən qeyd etdiyim kitabdır. Bir tamamilə doğrudur. Bu kitabdır I was looking for. Hansı ki mən axtarırdım. Bu doğrudur. Burada bağlayıcı yoxdur. Baxın, bağlayıcısız versiya deyəndə biz bunu nəzərdə tuturduq. 4-ə baxırıq. 4 isə yanlışdır. Çünki təyin budaq cümləsində təyin olunan söz təkdədirsə, təyin budaq cümləsindən sonraki xəbərdə tək olmalıdır. Burada ar yox, iz olmalıdır. Çünki kitab təkdədir, ar isə cəmdədir. Ona görə cavab olur 1, 3, B variantı.
İndi isə baxaq 103-cü testin izahına. We talked about the guests. Biz qonaqlar haqqında danışırıq. Hansı qonaqlar? Baxaq qonaqları təyin edən sifət sözlərimiz. Canlı isim olduğu üçün who, whom, whose, that bağlayıcısız. Which-i çıxırıq çünki which-dən sonra which-dən əvvəl cansız isim gəlməli idi. Bir düzdür. Whom Sarah wants to invite. Sarah dəvət etmək istəyir partiya. Bir doğrudur. 2-də who are invited. Kimlər ki dəvət olunub. 2 doğrudur. 3-ə baxırıq. 3-ü çıxmışdıq 4-də who wants. Yox, want olmalıdır. Çünki əvvəlki isim cəmdədirsə, who-dan sonraki xəbər də cəmdə olmalıdır. Ona görə cavab olur 1, 2, D variantı. İndi isə gəlin baxaq 108-ci testin izahına. 108-də deyir ki, that is the drawer. Bu çəkməcədir, yəni şkafdır. Hansı ki, ya da haradakı I keep my jewelry. Mən qızıllarımı saxladığım. Əgər bu cansız isim olsaydı, biz bunu təyin edərdik. Which, baxırıq, variantda ikisi də var. Demək ki, bunlar çıxdı. What, isimdən sonra what olmaz, whose olmaz. Daha doğrusu whose'dan sonra isim gəlməlidir. Burada isim yoxdur. Ona görə cavab olur B variantı. Əgər burada which ya da that tək olmuş olsaydı, bu zaman tərcümə edərdik. Tərcümə ilə yenə tapardıq ki, mən qızıllarımı saxlayıram harada. İndi isə 110-cu testə baxaq. Mary is satisfied with. Mary məmnun deyil. Nə ilə? Demək ki, tamamlıq budaq cümləsidir bu tərəf. Tamamlıq budaq cümləsi isə ikinci tərəfi mütləq tərcümə etməliyəm. She mübtəda, has got isə xəbər deməkdir. Mübtəda var, xəbər var. Nə yoxdur? Cümlədə tamamlıq yoxdur. O əldə edir nəyi? Ona görə cavab oldu B variantı. O əldə edir hansı? O əldə edir ümumiyyətlə sözünü plus zət qətiyyən variantlarda seçmək olmaz. Who's-dan sonra isim olmalıydı. Who mübtəda varsa artıq who'ya ehtiyac yoxdur. Cavab oldu B variantı. 112-ci testində izahına baxaq. Some of these stories are about very ordinary people. Bu deyir, bu hekayələr çox sadə insanlar haqqındadır. Demək ki, biz burada insanları təyin edirik, insanları təyin edərik. Who, whom, whose, that bağlayıcısız. Which-i çıxırıq, which-i çıxırıq, qalırıq B, C və D variantları arasında. Bilirik ki, who-dan sonra birbaşa xəbər gəlməli idi. Ona görə burada something interesting happens. Maraqlı bir şey baş verib. Mənəcə diqqətli olun, maraqlı bir şey baş verib. Mübtəda something-dir, artıq happens da onun xəbərdir. Mübtəda xəbər var deyə. Ona görə biz burada saxlayırıq D variantını. Bir daha onu qeyd edeyim ki, ümumiyyətlə sözünü ilə işlənmə qabiliyyəti whom-a aiddir. Yəni sözündən əvvəl sözünü varsa whom işlədə bilərsiniz. Bir də cansız isimlərdə which işlədə bilərsiniz. Bir daha qeyd edirəm. Who ilə zətdə birbaşa xəbər gəlsə daha doğru olardı. Zət mənəcə uyğun gəlmir. Bura hansı ki, nəsə baş verir. To whom kiməsə nəsə olur mənasında işlənir. İndi isə gəlin baxaq 116-cı testimizin izahına. All the equipment, bütün avadanlıq, diqqətli olun. Nöqtədən əvvəl cansız isim verilib, cansız isimlər which, zət bağlayıcısız təyin oluna bilər. Zəti votu çıxırıq deyə yanlışdır. Yadımızda saxlayırıq. Nöqtələrdən əvvəl gələn isim təkdədirsə, nöqtədən bağlayıcıdan sonra gələn xəbər də tək olmalıdır. Zət belong yox, belongs olmalıdır. Ona görə bu yanlışdır. C variantında mübtədanı bağlayıcısız bağlayırıqsa, eyni mübtədadan istifadə edə bilmərik. Yəni it yox, who belongs olmalıydı. Daha doğrusu which ya da zət belongs olmalıydı. Qaldıq A və B variantları arasında. Yadımızda saxlayırıq ki, biz demişdik ki, who, which, zətdən sonra birbaşa xəbər gəlir. Amma belonging deyilən bir xəbər yoxdur. Belong var, belongs var, belonged var. Ya da to be belonged var. Ya da to have belonged var. Amma qətiyyən belonging deyə bir variant yoxdur. Ona görə də biz A variantını çıxırıq. Cavab olur B variantı. Məxsus olmaq deməkdir bu arada belong. Deyək ki, bütün avadanlıqlar which belong to the club, bu kluba məxsus olan avadanlıqlar Vostolun oğurlanıb. İndi isə gəlin 119-cu testə baxaq. Please pay attention. Zəhmət olmasa diqqət eləyin. Nəyə? Demək tamamlıq budaq cümləsidir. You hear, eşidirsiniz, siz eşidirsiniz. Nəyi? Ola bilər. Və C görürsünüz. Nəyi görürsünüz və eşidirsinizsə ona diqqət eləyin. Because, çünki we must know, biz bilməliyik ki, to act, hərəkət edirik. Necə hərəkət edirik? Demək ki, birinci tərəflərdə attention to-ya zət qətiyyən olmaz. Çünki zət sözünü plus zət olmaz. Siz eşidirsiniz və görürsünüz. Hara olmaz, hansı olmaz, votlar olar. İkinci tərəfdə isə we must know, biz bilirik, biz bilməliyik ki, to act, hərəkət edək, hansı yox, necə uyğun gəlir. Ona görə cavab oldu C variantı. İndi isə 128-ci testə baxaq. Nöqtələrdən əvvəl town var, town təyin edə bilərik. Which, zət, bağlayıcısız ya da V kimi. Baxırıq, zət də varsa, which də varsa, artıq biz onu V ilə təyin edə bilərik. Şəhər, cansız isim kimi və yer zərfi kimi təyin olunur. Hər ehtimala baxaq. V-dən sonra mübtəda, sonra xəbər gəlməli idi. Baxırıq, thousands of people come this stream. Düzdür. Demək ki, A variantı doğrudur. Cansız isimdir və yer zərfi mənasında deyə cavab olur. Tərcümədə deyir ki, Silver Cliff was a prosperous mining town. Bir şəhərdir ki, görkəmli bir
şəhərdir ki, minlərlə insanlar gəlirlər ki, burada qızıl tapmaq arzusu ilə bura gəlirlər. Ona görə cavab olur A variantı. 129-cu testə də baxaq. Most young people like to wear. Əksər insanlar, cavan insanlar geyinməyi sevirlər. Nəyi? İkinci tərəfə baxaq. They consider stylish. Onlar hesab edirlər dəbli. Onlar mübtədaydı. Hesab edirlər xəbərdir. Stylish dəbli sifət ya da zərfdir. Daha doğrusu sifətdir. Biz burada nəyi tapa bilərik? Tamamlıq gətirə bilərik. Ona görə cavab olur D variantı. Tərcümədə deyir ki, cavan insanlar sevirlər geyinməyi. They consider stylish. Onlar hesab edirlər ki, nə dəblidir. Ona görə cavab olur D. 131-ci testdə də baxırıq. It is just the same person. Bu sadəcə eyni adamdır. Nöqtədən əvvəl adam sözü var, canlı isimdir. Who, whom, whose, zət bağlayıcısız təyin oluna bilər. Which qətiyyən olmaz, çünki which cansızı təyin edir. 1-ə baxırıq. Whom I met yesterday, mən dünən gördüm, 1 doğrudur. 3, who asked me for help, məndən kömək istəyən adam, bu da doğrudur. 4, that is much talked about, hansı ki haqqında çox danışılır. Bu da doğrudur. Demək ki, 131-ci testdə cavab oldu. 1, 3, 4. Bununla da test izahının sonuna gəldik. İnşallah ki, qaydada hər bir nüansa toxunduq. Növbəti videolarda görüşərik. Kanalımıza abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın.